Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden ketiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Deməli biz keçən dəfə qalmışıq ki, Allah Subhanahu va Taala bu ayənin belə qısa mənasında Allah Teala buyurur ki, "İnnallah ya'muru bil adli vel ihsan ve ita'idil qurba ve yenha anil fahşai vel munkar vel bagyi ya'idukum la'allakum tezekkerun." Burada Allah Subhanahu va Taala bizə deyir ki, həqiqətən Allah Teala ədalətli olmağı, yaxşılıq etməyi və qohumluq haqqında qohumların haqqını verməyi əmr edir. İğrənc işlər görməyi, pis əməlləri törətməyi və azınlıq etməyi isə qadağan edir. İlə əxirihi biz burada keçən dərsimi həqiqətən Allah Teala ədalətli olmağın nə olduğunu bunun bəhs etdik. Həm yaxşılıq etmək bundan danışdıq. Bugünkü mövzumuz isə o ita'idil qurba, qohumlara yaxşılıq etmək. Aydın, qohumlara yaxşılıq etmək. Ayənin burasında qalmışdıq ki, burada çünki birinci bizə ədaləti Allah Teala həmçinin ədalətli olmağı, burada ədalətliyin nələri daşıdığını, nələri özünü əhatə etdiyini biz burada danışdıq və həmçində ihsanın, yaxşılıq etməyin nə olduğunu və yaxşılıq etməyə nələr daxildir bunlardan bəhs etdim. Bugün isə Allah Subhanahu va Taala'nın həmənki bu ayəsində o ita'idil qurba, qohumlara yaxşılıq etmək. Xassallahu Teala aqarab bidzikri ba'da ambil am bil adl vel ihsan bayan azmi haqqihim. Allah Subhanahu va Taala'nın ədalətli olmağı, ihsanı buyurduqda ədalətli və həmçinin insanlara qarşı yaxşı davranmağı buyurduqdan sonra ondan sonra zikr etdiyinin həqiqətən, yəni mühüm bir əməl olduğundan dolayı bu ikinci, üçüncü tərtibdə Allah Subhanahu va Taala qohumlara yaxşılıq etməyi bizə əmr etmişdir. Bunun həqiqətən qohumlara yaxşılıq etmək Allah Subhanahu va Taala'ya qarşı verəcəyimiz haqlar içərisində ən böyük haqlardan sayılmaqdadır. Və təkidən alə ennəl əqrabinhum əvlən nəsi bi fadl ihsan və ihsanihi ileykə dəlaləti və əbəd ibtiyal bizi qurba fil ayə. Burada həmçinin bizə Allah Subhanahu va Taala'nın tərtibə baxdıqda birinci Allah Teala ədalətli olmağı, sonra insanlara yaxşılıq etməyi bizə əmr edir və arxasınca qohumlara yaxşılıq, qohum əqraba yaxşılıq etməsi, bu da bizə yəni insanlar içərisində ən yaxşılıq etmək, yəni yaxşılıq içərisində ən yaxşılıq etmək istədiyin kimsə birinci olaraq qohumlar başlayır. Əgər kiməsə yaxşılıq etmək istəyirsənsə, əgər maddi, mənəvi və ya hər hansı bir işdə kömək etmək istəyirsənsə, heç bir zaman qıraqını axtarma, yadı axtarma, uzağa axtarma. Ən yaxşısı birinci qohum əqrabadan başlamağındır. Qohum əqrabadan başlamaq. Burada sonra gələcəkdir ki, qohum əqraba içində həm də yaxın, daha yaxın və ya da uzaq, yaxın belə bölünür. Bundan sonra bu ayənin bizə bildirdiyi məfhum var. Bizə nəyi bildirmək istəyir bu ayə? Məfhumul ityan və salatil əl-ata əl-mali. Burada həmçinin bizə bu ayə onu bizə bildirir ki, və belə başa düşə bilərək ki, qohum əqrabaya həm yaxşılıq etməklə yanaşı, qohum əqrabaya onların haqqlarını qorumaqla yanaşı, onlara maddi kömək göstərə bilərik. Onlara maddi kömək, maddi yardım göstərə bilərək. Və həmçinin qohum əqrabaya yaxşılıq etməyimizdəndir ki, təfəqqud əhval əqaribəl fuqara. Onlar içərisində ehtiyac sahibləri varsa, kasıblar varsa və yaxud da ki, işi olub kömək istəyən belə bir kimsələr varsa, onları axtarmaq, onların hallarına məşğul olmaq, axtarmaq, tapmaq bizə həmçinin bu ayə etibarilə bizə vacib olur. Aydındır. Şərt deyir ki, sən ona pul verəsən və yaxud da ki, başqa hər hansısa bir yaxşı, həmçinin onun ehtiyacı var. Məsələn, müəyyən bir iş aşırılmalıdır, yardım ehtiyac var. Ona həmçinin yaxşılıq etməyin, onun halını soruşmağın elə Allah Subhanahu va Taala bu ayədən çıxan bizdən tələbini daxil edir. Və həmçinin və sədd həcətihim, onların müəyyən bir ehtiyacları varsa onları qarşılamaq. Və təqdim sadaqati vəl hədiyyəti ləhum. İlk olaraqdan əvvəl dediyim kimi, əgər sədaqə vermək istəyirsənsə, birinci qohumları önə çəkməlisən və əgər hədiyyə də vermək istəyirsənsə, birinci qohumla əqrabaya başlamalısan. Yadı daima bizə, məsəl üçün, yad daha bizə şirin gəlir sədaqə verməyə. Çünki sən o yaddı mənə daha çox alqış elə bilər. Bu yaxında hər gün görürəm, amma əslində belə deyil.
Amma əslində belə deyil. Allah subhanahu wa ta'ala ədalətli olmaqla yanaşı, yaxşılıq etməyimizlə yanaşı və bizə öz qohum əqrabımıza, yaxın əqrabamıza, qohum əqrabaya yaxşılıq etməyə Allah təala bizə ilk olaraqdan bunlardan başlayıb bizə. Əmr edir ki, ilk olaraqdan oradan başla. Əs-sılətul mənəviyyə. Bu yuxarıda keçdiyimiz yaxşılıq maddi tərəfidir. Bəzən var ki, yaxşılığın qohum əqrabalar arasının gücləndirilməsi bəzən mənəvi ola bilər. Mənəvi, məsələn, onu ziyarət etmək. Aydındır. Qohum əqrabını ziyarət etməyin. Və sualu anhum, onlar barəsində sorğu-sual etməyin. Necədirlər, filan kəs var idi, filan qohum var idi, onun halı necədir, əhvalı necədir, çoxdandır görmürəm və s. Və ya ki, telefon zəng açmaq, SMS yazmaq, bunlar hamısı qohumluq əlaqələrini gücləndirməyə daxildir. Uzaq ola bilər, məsələn, xaricdədir. Şərt deyil ki, onun yanına gedəsən, ziyarət edəsən, lakin və yaxud da görüntülü zəng etməyin və yaxud da ki, hər bayramda olsa, bu mühümdür hər bayramda və əlavə günlərdə onlara SMS yazaraqdan onlara hal əhval soruşmağın elə bu mənəvi onlara qarşı Allah Taala'nın əmrinin icrasıdır. Və müşarəkətihum fil əfrahi və məvasətihim fil əhzən. Və həmçində mənəvi onlara yaxşılıq, onların gözəl günlərində, toy məclislərində və yaxud da ki, başqa məclislərdə, fərəh günlərində onların o fərəhinə şərik olmağın. Bizdən tələb olunan əməllərdən qıraqda çəkib durmamalısan. Qohumlar daha yaxın olmalıdır. Və həmçində əgər onlarda hüzünlü günlər varsa, onları kədərli günlər varsa, buna da həmçinin bu günlərdə də onları, yəni qohum əqrabanı boş buraxmaq və ya onlardan yan getmək olmaz. Aydındır. Və həm də təqdimu də'mi, onlara yardım etməkdə, yenə də bu burada təkidən bildirir ki, onlara yardım etmək. Ehtiyacından olanı onları bacardığın qədər etmək. Məsələn, insan deyə bilər ki, mənim maddi imkanım yoxdur. Nə eləyə bilərəm? Əgər maddi imkanın yoxdursa, sən onların əvvəl dediyim kimi, əgər onların müəyyən bir işi varsa, o iş müəyyən qədər usta tələbi varsa və yaxud da ki, köməkli şəkildə onun görülməsi mümkündürsə, bunu təşkil edərəkdən işləri görməyin elə Allah Subhanahu wa Taala'nın bizlərdən qohum əqrabaya olan yaxşılıqları tələb edən ən böyük amillərdən biridir. Aydındır. Boş yerə Allah Taala öz kitabında birinci ədalətli olmağı, insanlara yaxşılıq ihsanda bulunmağı və həmçində yaxın və yaxud da qohumlara yaxşılıq etmək bizə Allah Taala boş yerə buyurmur bunu. Aydındır. Bu ümumi bir əmirdir və bu əmir içərisində biz danışdıq ki, bu həm mənəvi ola bilər, həm də maddi ola bilər. Aydındır. Kömək etmək üçün və yaxud da yaxşılıq etmək üçün uzağa getməyə heç də ehtiyac yoxdur. Çox uzağa getməyə ehtiyac yoxdur. Yaxınlardan başlayaq. Mənhum zəvul qurbə. Yaxşı, biz çıxır. Yəni, yaxın qohumlar və ya qohumlar kimlər sayılır? Kimlər buna daxildir? Hətta bu ayənin tətbiqini biz öz həyatımıza keçirə bilək. Əl-qarabətu mübaşirəti. İnsana birbaşa olan qohumlar var. İnsana birbaşa yaxın olan qohumlar var. Bir var uzaq qohum, bir var birbaşa sənin qohumların. Diqqətli olun. Birbaşa yaxın olan qohumlar var. Əl-qarabətu mübaşirətin, birbaşa. Bunlar kimlərdir? Əl-validəni. Birbaşa, yəni sənin yer üzərində əgər malın, mülkün çoxdursa və yaxud da ki, sədəqə malın varsa və yaxşılıq etmək və içindən kiməsə hədiyyə vermək istəyirsənsə, atan, uşaq yatmır ki, axı. Əgər birinci ata-anan adından başlamalısa, aydın, deyə vaxtı dinlənək. Aydın, birinci ata, insana ən yaxın kimsə valideynləridir. Aydındır. Sonra övladlarıdır. Sonra qardaşları, sonra bacılarıdır. Bunlar sənə ən yaxın olan mübaşirət, yəni birbaşa olan qohumlardır. Aydındır. Ata, ana, övladların, qardaşların və bacıların. Bunlar sənə ən yaxın, əqrabul əqrabdır. Aydın. Yaxınların da yaxını bunlar sənədir. Aydındır. Və əl-qarabətul mümtəddə və yaxud da ondan sonra gələn qohumlar isə bunlar əmilər, dayılar, bacılar, əxavat, başqa dayılar, xalalar, bibilər və yaxud da ki, ata tərəfdən və yaxud da ana tərəfdən olan qohumlar. Aydındır. Dayılardır, əmilərdir, xalalardır, bibilərdir və yaxud da ki, ata tərəfdən, ana tərəfdən olan qohumlardır. Bəzən bizlər
Bu daha çox evlənəndə olur. Ata tərəfi evləndiyindən sonra sanki o ata tərəfi atır, keçir arvad tərəfin qohumuna daha yaxın olur. Amma əslində bu düzgün deyil. Amma ki o nizamı, o müstəvanı qorumaq, o tərəzini qorumaq lazım. Aydındır. Burada bizə Allah Subhanahu va Taala ədalətli olmaqla yanaşı qohum əqrabaya, birinci insanlara ihsan etməyi və həmçinin yaxın və yaxud da uzaq qohumlara hörmət etməyi, qayğı göstərməyi bizə Allah Subhanahu va Taala buyurmuşdur. Allah Subhanahu va Taala bu oxuduğumuz ayədən bizə fayda çıxartmağı nəsib etsin və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.